Manav müəllimin niyə uzaqlaşdınız? Bir o suala cavab verin və salam. Nə yordu sizi, nə bezdirdi? Manav müəllimlə ona görə uzaqlaşdım ki, əbədi heç nə yoxdur. Aha. Yəni ki, insan bir müddət işləyir. Bəs yazıq Manav müəllim nələr elədi sizi? Niyə o adamın burnundan gələr axı? Yox, burnundan gələr, onda gələr ki, onu itirəsəm. Mən itirmirəm ki. İtirdiniz axı rəhmətliyin qızı. Niyə? İtirdiniz, nətər Niyə? yox? Niyə itirdim? Bax, indi Zahir, gör nə deyirəm. Mən Manav müəllimi həmişə hörmətini saxlayıram. Mikrofona, de, görüm nə? De, yaxşı. Deyirəm ki, Manav da oradan çox. Elə demədin. Oxuyub pulunu verib də, deyirsən. Yox da, yəni deyirsən itirdin. Niyə? Sevinci biz çoxdan tanıyırıq. Bizim bir məktəb Sevil xanımı. Biz bir məktəbdə Adını oxumuşuq. bilmir deyir, çoxdan tanıyırıq. Yox. Heç adını tanı. Yox, Sevil, Sevinc, Sevda. Yəni bunlar adlar bir-birinə uyğun gəldiyinə ümumiyyətlə olur. Bir görsən ki, məsələn, bunların hamısı elə Seva deyirlər. Manav müəllim nə almışdı sizə? Ən bahalı. Ən bahalı Manav müəllim. Aha. Bu nə sualdır? Mən onu deyə bilmərəm. Nə alıb? Mikrofona. Sən elə dəryasan. De. De mikrofona. Yox, qoy. Heç nə almayıb da, yəni oxuyub yanında oxuyan Bax, mən bir söz deyim sizə. Yəni, çoxun xəbəri yoxdur Bax, onun. mən bir söz deyim sizə. Manav müəllim